İmam Şatibi özünün yazdığı Əl-Muvafaqat kitabında gözəl təqsimat edir Emil. Allahu Akbar. Deyir ki, diqqət edin Hüseyin. Deyir ki, insanların adət halına gətirdiyi əməllər iki qismdir. Emil, insanların adət halına gətirdiyi əməllər iki qismdir. Birinci o qismdir ki, adət halına gətirdiyi bilirsiniz də, insanlar bu əməli adətə çevirib. Urf olub. Adətdir. Bu iki qismdir deyir. Bir, odur ki, şəriət dəlalət edib ki, bu əməl pis şeydir, pis əməldir, nəhy edib, qadağan edib. Lakin insanlar onu adət halına gətirib, adət olub. Nə misal vermək olar? Məsələn, kəşful avra, övrət yerinin açılması. Hüseyin, kişi üçün göbəyindən dizinə qədər olan yer övrət sayılır. Yox, yerlər var ki, sən də bilirsən, mən də. Üzr istəyirəm, şortik yoxdur. Şortik də dizdən yuxarıdır, baldır açıqdır. Yerlər var ki, şortik geymək adətdir. O yerdə hamı şortik geyinir. İndi o adət olub deyə sən o adətə müvafiq olmalısan. Niyə? Çünki şəriət dəlalət edib ki, pis şeydir bu. Yaxşı əməl deyil. Yaxşı əməl, şəriət yaxşı əməl deyil deyəndən sonra 100 dəfə adət olsun o. Sənin ixtiyarın yoxdur o adətin dalınca düşəsən. Başa sala bilməmin? Yaxud, məsələn, şəriət deyib ki, Hüseyin, o, üzr istəyirəm, bayra çıxmırsan, böyle eləyirsən. Onda təmizlənmək lazımdır, yaxşı şeydir. Yuyun da təmizlən. Yerlər var ki, orada adətdir, onlar təmizlənmirlər. Emil, böyle elədi, şalvarını çəkdi, çıxdı getdi. Yuyunmur, təmizlənmir. Belə bir millət var. Adətdir onlarda. Onlar məsələn, kağız istifadə eləmirlər. Adətdir, adətləri budur. Gedir sonra kağız tapmaq olmur. Taharətxanalarında. İndi sən nə deyirsən? İnsanların adət etdiyi əməl... Şəriət bunu deyib axı. Burada artıq adətə baxılmır. Emil, qətiyyən. Burada çox da ki adətdir. Belə adət lazım deyil. Çünki şəriət bunu yaxşı əməl olduğunu deyib. Bu birinci qismdir Emil.